Salamlayıram əziz izləyicilər. Sizi bugünkü gün verilişimizin qonağı Böyük Gələcəyə Kiçik Addımlarla adlanan verilişimizin qonağı Eldəniz Axundovdur. Eldəniz Axundov, özünü təqdim elə, neçənci ildə və harda? Nəyə göz açmısan? Mən 2015-ci ildə avqustun anadan olmuşam. Bakılıyam. İlk klubun hansı olub futbola başlayanda? Mənim ilk klubum Reallıyam olub. Sonradan Binə karyeran var və Binədə davam etdirmisən öz karyeranı. Evet. O necə olub? Anam annem bizim məşqçimizdir deyə, biz onu çox istəyirik deyə, onunla birlikdə Binə klubuna getdik. Və hal-hazırda Azərbaycan çempionatına 10 liqasında çıxış edirsiniz. Evet. Ali müəllimin rəhbərliyi ilə. Klubda oynadığın nömrə hansı nömrədir? 6. Məxsus bir sənə rəmz daşıyırmı? Yəni o rəqəmi seçməkdə. Xeyirliyim. Sadəcə 6 rəqəmindən xoşum gəlir. Qeyd etdim ki, Anar Kərimovun baş məsuliyyətli 10 komandası Azərbaycan çempionatında barız aparır və həmin çempionatda bu illəri artıq sezon bitdi. Bu sonuncu bazar günü və çempionatın son oyununu tamamladınız. Axırıncı ayda böyük qələbəyə sevindiniz. Gözəl major notlarla tamamladınız çempionatı. Çempionat sənə necə təsir bağışladı? Çempionat mənə öz oynayışımı artırmaq və gələcəyimizi daha da yaxşı edirdi. Yəni bir futbolçu kimi öz praktikalı artırdın və çempionat sənə bu cür fayda verdi. Evet. Çempionatda ən böyük hesablı qələbəvi sonuncu oyunu təsadüf etdi. 12-1 hesab. Evet. Həmin oyunda fərqləndinmi? Bəli. Çox olurdu. 2. Həmin oyunda ən yaxşı meydanda mübarizə aparan kimi idi. Daha çox qol vuran, meydanda mübarizə aparan, canfəşanlıq edən komandacı kimi idi. Mənə görə ən yaxşı oynayan orada Əli, Məhəmməd və Ağa oldu. Ən çox qol vuranımızda Məhəmməd seçildi. Beni tantrik etmişdi. 5 qol. Evet. 5 qolla həmin oyunu tamamladı. 12 qolun 5-ini ayağına yazdı. Ən yadda qalan oyunun olubmu sənin? Mənim bəli. Hansı oyunda maraqlı? İlk oyunumuzda biz 1-0 uduzurduq və mənim iştirafdan atdığım qol ilə klubumu bərabərliyə gətirdim. Və həmin oyunda səfərimizə 11 hesabı ilə qələbədə tamamladınız. Möhtəşəm comeback yazdınız Binə adına. Qırmızı qaraların adına böyük hesablı qələbə ilə başladı çempionata. Mənim yadıma gəlir, həmin oyunda mən şərh etmişəm, səhv etmirəmsə. Hatırlayıram. Ən yadda qalan qolum. Mənim ən yadda qalan qolum Yəni həmin oyuna ki, böyük təsir edib və damğa vurub belə deyək oyuna. belə desək, hər vurduğum qol yadda qalıb. Amma ən çox vurduğum qol zirvənin oyununda olub ilk oyunumuzda. Onda çünki ilk çempionatımız idi və Həvəsli idin qol vurmağa. Neçə qol vurmuşdun? orada bir. Bir qol. Və oynadığın mövqe haradır meydanda? Mənim orta. Yəni dağıdıcı kimi. Evet. Bu dağıdıcı kimi. Yəni qolu az vurmağın da səbəbi budur ki, komandaya daha çox rəqib oyuncuların qarşısını kəsirsən və bunun da səbəbi olaraq qol az vurursan. Komandada ən rahat və sərrasər, yəni bir-birinizi başa düşdüyünüz, hücuma çıxarkən ondan rahat olduğunuz oyuncu varmı? Səndən rahat ol. Kimdir? Belə desək, Ağa, çünki dünənki oyunda ataka çıxmışdı və öz qabağı boş idi, amma Məhəmmədin 5 qolu olsun deyə ona pas verdi. Yəni Onu da vura bilərdi əslində. Ağanın dünənki oyunu performansı, yəni sadəcə sənin üçün möhtəşəm idi. Ümumi olaraq komandada sənə uyğun, yəni onunla oynayarkən, topu bir-birinizə ötürərkən çox rahat olduğun oyuncu, yəni paslaşarkən çox rahat olduğun oyuncu varmı? Əli. Əli müdafiənin mərkəzində üstə mübarizə aparır və kapitandır. Sənin kapitanındır. Yəni bir komandanın bir döyüşdə sərkərdənin əsgərdə olduğunu siz də onun əsgərləri sayılırsınız. Yəni bina adına uğraşırsınız. İstəyirəm ki, biz komanda ilə mövzunu bağlayaq və keçək başqa bir mövzu. Azərbaycanda öz karyeri davam etdirmək istəyirsən, futbolçu karyeri hansı klubda oynamaq istəyərsən? Azərbaycanda mən Qarabağ klubunda oynamağı daha çox istəyirəm.
Ona görə də çox çalışmaq lazımdır. Yəni təbii ki, Anar Kərimovun rəhbərliyi göstərdiyi məşqlər sayəsində Qarabağda oynamaq üçün köhnə. Yaxşı, belə bir sual verim. Yaxşı, Avropada hansı kluba transfer olmaq istəyirsən? Yəni hansı klubda oynamaq istəyirsən? Top 5 liqadan olsun və yaxud da ki, digər liqalardan. Arsenal. Yəni İngiltərə çempionatına. Orada hansı mövqedə oynamaq istəyirsən? Maraqlı. Orada sağda. Müdafiədə. Sağ. Müdafiə. Avropa ilə bağlı daha bir sual vermək istəyirəm. Əgər Azərbaycan millisi olsa seçimlərinə və yaxud da ki, Avropadan hər hansı bir komandadan təklif gəlsə, maraqlı hansı komandanı seçirsən? Azərbaycan millisində oynayıb davam etdirmək təbii ki, və yaxud da ki, Avropada komandalarından birində. Mən Azərbaycanda davam etdirmək istəyirəm, çünki öz ölkəmi çoxlu kuboklar qazandırmaq istəyirəm. Və Avropada beynəlxalq arenada tanıtmaq istəyirsən ki, Azərbaycan adında futbolçu yetişdirən və futbola töhfə verən ulduzlar var. Və sən də ulduzlardan biri olacaqsan. Nə aram buna? Oynadığın komanda oyunu olaraq çox əladır, nəticə olaraq. Sənin oynama stilin və futbol stilin və düşüncən çox əladır. Mən şəxsi adıma səni bəyənirəm. Oyun stilinə söhbət gedir. Azərbaycandan kənarda Avropa ölkələrinin hansına birinə getmək istəyərsən? Gəzməyə və yaxud da yaşamağa. Mən ən çox İspaniyaya getmək istəyirəm. Matadorların olduğu yer. Sevdiyin yemək var mı? Var. Hansı yemək? Dana. Fast food yeməklərini xoşlayırsan, belə anladığım belə. Yaxşı əşya olaraq hansı əşyadan xoşlayırsan? Əslində futboldan çox şey xoşlayıram, amma ən çox futbolu xoşlayıram. Yəni Futbol oynamaq üçün bütçə ehtiyacı və bu futbolun bir komponentidir, bu da bir hissəsidir. Sevdiyin meyvə? Mən sevdiyim meyvə banan. Mən sənə İspaniyada yaşamağa təklif etsəm, sonsuz sayda banan versən, sonsuz sayda dönər versən, sonsuz sayda sənə bütçə versin. Və şərtim olsa ki, bu oyunla cavabın nə olar? Yəni İspaniyaya getməyi, sonsuz şəkildə banan yeməyi, sonsuz halda, sonsuz sayda bütçə olmağı və sonsuz şəkildə fast food yeməyi, dönər olaraq yeməyi qət çəkərsən üstündə. Sənə etsəm deyirəm, səmimi cavab və qətiyyətli cavab edir. Təbii bir futbolçu yaraşan qətiyyət lazımdır, o da qətiyyət səndə var. Anar Kərimovun sənə göstərdiyi məşq taktikalarında ən çox hansını bəyənirsən? Mən ən çox qafiyə zərbəni və fint hərəkətlərini çox bəyənirəm. Fint hərəkətləri etməyini dediyim gibi sevdiyini gedirəm. Hansı futbolçuya bənzətmək istəyirsən oyun stilidir? Mən çox Ronaldo. İşte, mən sənə bu sualı verəcəydim, amma sualı artıq cavabını aldım. Cristiano Ronaldo və Lionel Messi deyəcəydim. Hansını sevirsən və ya seçirsən, hansı sən Ronaldo seçirdin və Avropada yalnız Arsenal'a fanatlıq edirsən. İspaniya amma getmək istəyir. Aslında Real Madrid'ə fanatlıq edirəm, amma Arsenal daha da çox. Yəni topçuları daha çox sevirsən. Eldəz Axundov, bu günləri səndən böyük gələcəyə kiçik addımlar verilişindəydik. Veriliş haqqında düşüncələrin necə oldu? Mən çox maraqlı keçdi. Yəni verdiyim suallardan. Maraqlı suallar. Yəni səni əyləndirə bildiyimi suallarımıza və ya düşündürə bildiyimi? Nə? Mən sənə tutduğum bu qətiyyətli yolda ilk öncə uğurlar arzu edirəm. Anar Kərimovun sənə verdiyi dəstək və sənə göstərdiyi böyük qayğı inanıram ki, sənə gələcəkdə çox böyük uğurlar qazanmağa kömək edəcək və gələcək karyeranı istədiyi kimi və könlüvü xoş olan kimi, yəni arzu etdiyin kimi olacaq. Mən sənə bu məşəqqətli yolda, ağır yolda, bir futbolçu üçün çətin olan yolda, zədəsi olan bir yolda uğurlar arzu edirəm ilk öncə sənə. İnanıram ki, gələcəyə böyük bir futbolçu olacaqsan. Anar Kərimov və Real Lyonda başladığın futbolçu karyera bu, həmçində Real Lyonda olan baş məşqçi və Anar Kərimovun
dəstəyi ilə bu futbolda, yəni Azərbaycan futbolunda, həm də Avropa futbolunda böyük bir ad qoyacaqsan. Və mən sənin bu çətin yolda, məşəqqətli yolda uğur arzu edirəm. İnanıram ki, çox gözəl günlər səni gözləyir. Təşəkkür edirəm, verilişimizə qonaq oldu. Minnətdarım sənə. Var ol. Təşəkkür edirəm.